Amra, abalam, uşağım şirin-şirin yatıb da, yat balama, yat. Uşağı yuxudan ogar elədi də, ama... Zəhmətkeşlərə salam. Salam, salam. Onsuz da gecikdik də. İndi bir dəqiqə gec yatız, əhəmiyyəti yoxdur ki. Sənə nə var ki, sənin üçün keçir də. Sabahın xeyr, Əhməd də. Murad! Dağım gəlib bu çeşmələri aparacaqsan ya, yox? Yoxsa elə bilirsən mən onlara qarolçu durmuşam. Əhməd dayı, sabah, sabah. Sabah. Mənə 3 manat ver də. Dünən axırıncı manatın pencəyimin cibində idi. Bu pullar hara gedir? Papağını belə eləyirsən, görürsən qəpiyin də qalmır. Sən də şikayət eləyirsən. Neyini? Səndə keş vaxt pul olmur. Olmayan şey necə yoxa çıxa bilər, ha? Görəsən səni hara işləməyə göndərəcəklər? Zavodların birinə. Bu tikinti idarəsi təkcə sənaye müəssisələri tikir. Yaxşı olardı ki, metallurgiya tikintisi olaydı. Orada işçilərə ev verirlər. Bəs mənə nə iş verəcəksən? Hələlik fəhlə. Sonra görək də, baxarıq. Atstatım atstat, bacardı ki, bax məndə. Sənin özünə də göz qoymaq lazımdır. Çoxdur ki, mühəndissən. Özdə ki, maşallah, öküz kimisən. Ancaq mənsiz batarsan. Bax, buyursun batarsan. Yazıqsan. Rüstəm də mühəndis oldu. Aradan 5 il keçib, amma elə bil ki, dünəndir. Sənə elə gəlir. Mənim hər günü yadımdadır. Neçə dəfə məni instituta çağırıblar. Orada məni hamı tanıyırdı. İnstitutda bir pişik vardı. Məni görən kimi çəkilib yol verərdi. İndi uşaqlar yaxşı pul qazanacaqlar. Murad da Allah qoysa sabah bir gün institut qutarıb mühəndis olar, ev də alarlar inşallah. Həm, Murad evlənəcək. Otaq alacaq, yer var. Peki olsun. Allah sənə şükür. Ay aldılar ha, gözlə. Yaxşı ya. Sənin Muradın Allah'ın bəlası. Alarlar. Amma onda gün görəcək ya, ama sonra. Murad söz verin mənə maqnitofon alsın. Sənə də bacın oğlu paltaryan maşın alıb bağışlayacaq. Necə kişisən, bu boyda ağlın yoxdur. Magnitofonu neynirsən ay kişi qoca vaxtında?